Deməli belə bir xəbər gördüm. Ermənistana 10 milyon dollar yardım olunacaq. Bu Türkiyə Ermənistana 10 milyon yardım eləyib və bizim də bəzi tiktokerlərimiz, jurnalistlərimiz bəhbəhlə şok bir xəbər kimi başladılar bunu təqdim etməyə. Amma sonradan məlum oldu ki, bu xəbər yalan imiş. Hətta Azərbaycanın rəsmi mətbuat orqanları belə bu xəbəri təqzib elədi. Dedilər ki, yəni belə bir şey yoxdur. Türkiyədən Ermənistana heç bir yardım olunmayıb. Amma mənə maraqlı olan odur ki, bəs bizim bu həmən bəhbəhlə bu yalan xəbəri təqdim edən bəzi o tiktokerlər, bəzi o özünü jurnalist sayanlar niyə eyni intonasiya ilə, eyni formada Azərbaycanın Ermənistana 2025-ci ildə 1 milyarda yaxın onlara mal satmışıq, onlarla ticarət dövrəsi etmişik. Yəni bu xəbər real xəbərdir, yalan xəbər deyil, fake xəbər deyil. Əgər danışmaq istəyirsinizsə, buyurun bu xəbərlə bağlı danışın. Azərbaycanın hakimiyyət orqanlarından, qurumlarından hesabat tələb edin ki, bunun səbəbi nədir? Yəni artıq bundan sonra istər lap Türkiyə olsun sabahlarım, istər İran olsun, istər başqa bir dövlət olsun, artıq onların da tamamilə haqqları var ki, Ermənistanla artıq əlaqələr qursunlar, Ermənistana investisiyalar qoysunlar, Ermənistanla yumşalma prosesinə başlasınlar, yatırımlar etsinlər, ticari əlaqələr qursunlar. Artıq bundan sonra bizim heç birimizin və Allah xüsusda ki, bu cür jurnalistlərin, tiktokerlərin heç bir haqqı yoxdur ki, hansı bir ölkəyə irad bildirsinlər. Çünki zaten sənin ölkən, bizim ölkəmiz, Azərbaycan özü artıq Ermənistanla ticarət qurur, Ermənistana yatırımlar eləyir, Ermənistana benzin satır. Yəni biz özümüz ediriksə başqa ölkəyə necə irad bildirə bilərik? Başqa ölkədə necə sən onlara heç nə satma, onlarla əlaqə qurma deyə bilərik? Yəni bu məntiqsizlik və gülüncdür.